valideyn aparıb 200 manatlıq versin, mənim uşağım qıraqdan baxsın ona və istər-istəməz müəllim fərq qoya bilər. Ola bilər də, o adi qalçıq 5 manatlıq gül gətirib, bu isə 200 manatlıq çanta gətirib. Valideyn komitəsi orada təklif edir ki, gəlin hərəmiz 1 manatdan, 2 manatdan heç kim gedib 10 manatı hədiyyə ala bilməz, düzdür? Gəlin 1 manatdan, 2 manatdan atışaq sinif adından. Müəllimə ya bir tort, ya bir gül nəsə verək ki, birimizin uşağı verəndə. İndi iş tortla gülle bitmir, artıq qızıl dəstərdən İndi o baxır sinifin maddiyyatına. Bəli, maddi duruma baxır. O yanaşma. Məsələn, sizin o dediyiniz qızılı biz verə bilərik, buraxılışda verə bilərik, müəllimlə sağollaşanda və yaxud da ki, çox xırda bir şey. O 200 manatlıq çantanın əvəzinə 200 manatlıq nəsə ala bilərik. Bu hədiyyədir. Biz bunu iş yoldaşımıza da eləyirik, anamıza da eləyirik, bacımıza da eləyirik. Bu heç bir sahədə rüşvət deyil. Haqq verirəm sizə. Amma müəllimə gələndə rüşvət deyirlər. Məcburiyyətlə müəllimin uşağı bullying oldurar. Sadəcə vermək istəməyən valideyn, çox üzr istəyirəm, vermək istəməyən valideyn, hansı ki o pul vermək deyil, uşağına vermədiyi dəyərdir. Mən elə valideynlər tanıyıram, öz sinifimizdə tanıyıram. Uşağı üçün, bax, bayaq dediyim məsələ, spirt üçün pul yığanda, yəni spirt almağa, dezinfeksiya, məhlul almağa pul vermir. Həmin valideyni eyni gün kosmetika dükanında görürəm ki, özünə kosmetika alır. Yəni, valideynindən də fərq var. O valideyn pul verməmək üçün, bax, elə götürür kimisə səsini, indi bu dəqiqə hər bir şey sosiallaşıb, yəni çox rahat şəkildə. Şantaj çox rahatdır. Şantaj üçün, bəli, göndərir harasa ki, pul yığırlar. Amma onun altında qeyd eləmir ki, bu hamımızın xeyri üçündür. Mən gedib 10 manatda, 20 manatda, 30 manatda verib müəllimə hədiyyə ala bilərəm. Amma axı verməyən uşaq var.